Salam hər kəsə. Yeni videomuza xoş gəlmisiniz. Bu videoda HTML-dən çox istifadə olunan təqlərdən biri olan image tag haqqında danışacağıq. Bildiyiniz kimi şəkillər veb səhifələrinin ayrılmaz bir hissəsidir və biz image tagını düzgün istifadə etməyimiz həm praktik cəhətdən, həm də front-end üçün çox vacibdir. İndi isə biz baxacağıq ki, image tagi tam olaraq nədir, necə işləyir və içində biz 1-2 atribut göstərəcəm, onlardan hansını istifadə edə bilərik. Ümumiyyətlə, image tagi, baxın, yazdıq, tağa bastığımız anda avtomatik olaraq özü tamamlayır. Image-in içində bir source olur, bir də alt olur. Bunlar nə işə yarayır? Source biz şəklimizi görməyimiz üçün verdiyimiz yoldur. Yəni biz şəkil görmək istəyirsə, şəklin olduğu yolu veririk və alt isə bunu belə deyərdim ki, məsələn biz rəsm qoymuşuq, rəsmdə problem var və ya bizim qoyduğumuz bir yolda burada verdiyimiz gedib tapa bilsin, həmin hissədə problem varsa, şəkil çıxmanda bizim buraya yazdığımız mesaj çıxır. Məsələn, şəkil tapılmadı və s. Və ilk öncə biz nə etməliyik? Siz şəkil görmək istəyirsə təbii ki, onu sizə qısa izah edim. Bizim ilk öncə burada HTML dərslər adında folderumuz var. Gedirik, onu tapırıq kompüterdə. Onu tapdıqdan sonra onun içində biz bir folder yaradırıq. Folder yaratsaq daha yaxşı olar, qarışmaz. Bir folder yaradırıq, fərqi yoxdur. Baxın, mən HTML dərsləri içində şəkil adında bir folder yaratmışam əlavə olaraq. Siz də istədiyiniz kimi burada istədiyiniz bir folder yarada bilərsiniz. Yəni adının heç fərqi yoxdur. Və içinə də istədiyiniz şəkili atırsınız. Daha sonra biz məsələn image tagini istifadə etmək istəyirik. Baxın, nəyin içindədir HTML dəstəsi? Şəklin içində. Baxın, şəkil verdiyim anda avtomatik olaraq verir. Baxın, içərisində də gəldi. Onsuz şəkil folderunun içində bir tək HTML JPEG var. Başqa heç bir rəsm yoxdur. Altı isə nə veririk? Məsələn, şəkil tapılmadı verək. Gəlin bunun içində 1-2 genişlik, yüksəkliyi də istifadə edək. Məsələn, verək. Məsələn, 400 olsun. 100 də olsun. 250. Məsələn. Gələk run edək, görək ekrana nə çıxır. Baxın. Məncə bunu biraz daha geniş edə bilərik. Daha yaxşı olar. Normal, yəni şəkil bu halda ekrana gəlir. Mən burada izah edəcəklərim nələrdir? Məsələn, deyək ki, biz bunu uzantısı JPEG yox, PNG-dir. Məsələn, deyirəm ki, PNG deyil, məsəl üçün. Gəlirik burada, məsələn, baxın, şəkil tapılmadı deyir. Yəni, ümid edirəm ki, artıq siz bu altın nə məqsədlə istifadə olunduğunu başa düşdünüz. Yəni, şəkil tapılmadığı halda sadəcə olaraq bir ekrana mesaj çıxarır. Yəni, image tagi-də bu cür istifadə olunur. Dediyim kimi, sadəcə olaraq edəcəksiniz. Məsələn, buradakı folderun içində, baxın, burada olan folderun içində bir folder yaradırsınız. Məsələn, mən şəkil adında yaratmışam. Daha sonra onun üçün istədiyiniz bir rəsm atırsınız və burada onun yolunu verirsiniz. Təbii ki, doğru şəkildə. Daha sonra da burada istədiyiniz kimi, mən məsələn, yüksəklik, uzunluq kimi, genişlik kimi daha doğrusu atributlar istifadə elədim. Siz də istədiyiniz atributlar istifadə edin. Atributlar çoxdur. Özünüz də araşdırıb baxa bilərsiniz. Mən sadəcə olaraq istifadə qaydasını sizə göstərməyə çalışıram ki, məsələn, siz bu təqləri bu cür istifadə edə bilərsiniz. Yəni, ümid edirəm ki, sizlər üçün də yararlı olur bu. Və image tagi haqqında bir neçə məlumat vermək istəyirəm. Demək, əlavə məlumat təbii ki, bu image tag self-closing təqlər gedir. Hansı ki, bu özünü bağlayan təqdir. Baxın, görürsünüz. Burada məsələn, siz istəsəniz bu cür bağlaya da bilərsiniz. Hətta məsələn, təqlər var, sonunda öz uzantısı olur, amma image təqində bu yoxdur. HR-də yoxdur, BR-də yoxdur. Bu xətt çəkmək üçün istifadə olunan təqlərdə, hansı ki, onların da olması yoxdur. Amma mən məsləhət görərəm ki, sonuna bunun da
bu cür bağlamaq üçün belə bir tərs slash qoya bilərsiniz. Amma ağlınızda olsun ki, image təqi self-closing təqlərdəndir. Öz-özünü bağlayan təqdir. Bağlanış təqi olmur yəni bunlarda. Bunu qoymasanız da işləyəcək, fərqi yoxdur. Amma qoya da bilərsiniz, heç bir problem olmur. Və image təqinin üzərindən bir də keçək. Ən vacib atributu source-dur. Harda yerləşdiyini göstərir şəklin. Və alt dediyi nədir? Şəkil yüklənmədikcə istifadəçiyə göstərilən mətndir. Və bu da çox vacibdir. Əgər şəkildə hər hansı bir problem olarsa, əlavə olaraq bizə istifadəçiyə mətn göstərir. Və əlavə olaraq with, has, with-dir, weight-dir. Bunları sizə göstərdim ölçü vermək üçün. Buna title da vermək mümkündür. Üzərinə gələndə açıqlama göstərmək olsun və s. Və hətta biz bunu centerla mərkəzə də ala bilərik ki, bu image şəkil daha mərkəzdə açılsın. Yəni istədiyiniz kimi bunun üstündə əməliyyatlar apara bilərsiniz. Rahatlıqla yəni işləyir. Bu videoda biz image təqinin nə olduğunu, necə işlədiyini, niyə vacib olduğunu öyrəndik. Əgər video faydalı olsa, bəyənməyi, kanala abunə olmağı unutma. Növbəti videolarda digər təqləri real nümunələrlə birlikdə baxacağıq. Görüşənədək hələlik.